Herkese salam. Bugün vacib bir mövzu haqqında danışacağıq. Ama bir sual verim. Ne üçün bir çox insan yox deməkdən qorxur? Çünki düşünür, məni bəyənməzlər, məndən inciyərlər, məni pis insan edərlər. Amma həqiqət başqadır. Sən hər dəfə istəməyəndə hə dedikdə əslində özünə yox deyirsən. Birincisi vaxtını itirirsən, enerji itirirsən, sakitliyi itirirsən. İnsanlar isə buna öyrəşir. Ama yadda saxla. Sən ki bir gün sərhəd qoyacaqsan, artıq məcbur qalacaqsan, sərhəd qoyacaqsan. O zaman hər kəs sənin haqqında pis düşünəcək, amma əslində elə deyil. Əslində bu özünə hörmətdir. Eğer sen öz hayatına değer vermirsənsə, o zaman heç kəs değer verməyəcək. Yəni kiçik addımdan başlamaq lazımdır. Mən misal üçün birdən-birə gəlmədim bu yerə. Yəni mən də yox deyə bilmirdim. Bu mənim təəssüf olsun ki, yaralı bir yerimidir. Ama mən sükutumu, sakitliyimi itirmişdim. Ona göre ki içeriden müqavimət var idi. İstəmirdim. İstəməyərək deyirdim. Ki mənim haqqda pis düşünməsinlər. Mən yaxşı obraz yaradım. Ama sonra anladım ki əslində mən özümə dəyər vermirdim. Mən özümə hörmət etmirdim. Özünə hörmət sözünü bizim millət təəssüflər olsun ki pis tərəfə yozur. Amma əslində çox gözəl bir o xüsusiyyətdir. Yəni insan o qədər dəyər verir özünə, hörmət edir ki istədiyi vaxt yox deyə bilir. O düzdür, hamı üçün asan deyil. Mən çox vaxt oxuyuram, siz yazdıqlarınızı görürəm orada. Mən yox deyə bilmirəm, sonra görürəm ki özüm də istəmirəm əslində falan. Bu mövzu haqqda deyəsən xatırladığım qədər sadəcə başqa cür çəkmişdim. İndi düşündüm ki yox deməyiməz o yox sözünü. Çünki bu elə bir xüsusiyyətdir ki hər kəsdə o formalaşmalıdır artıq. İndi materialist dünyada yaşayırıq. Hamı bir-birindən istifadə eləmək istəyir. Mənfəət güdür. Sən mənə nə verə bilərsən, mən sənə nə verə bilərəm. Al gülüm, ver gülüm prinsipindən hamı bir-birinə yanaşır. Mən görürəm də. Demirəm, mən də elə deyildi. Nansız mən də elə idi. Amma mən bir gün dedim ki, bu belə davam etsə, mən özümü itirəcəm. Çünki mən öz istəklərimi sanki kapatırdım içərdə, yəni nə var, yaxşı bir insan olum kimsə gözündə. Özüm qalmışdım bir qıraqda. Sonra anladım ki, əslində bu həm də dəyərlə olan bir şeydir. Çünki bir tərəfdən insan içərdə özünü dəyərli hiss etmək üçün başlayır çox həddən artıq fədakar olmağa. Məhz o fədakarlıqda çox vaxtı məhz travmalarla aiddir. Çünki onu sevməyiblər, kifayət qədər dəyər verməyiblər uşaqlıqda və o da istəyir ki, əks bir personaj olsun, şuuraltı. İstəyir ki, bu dəfə mən fərqli bir insan olum da, qardaşım kimi, atam kimi, bacım kimi olmayım da belə soyuqqanlı və ona görə həddən artıq fədakarlıq gətirib elə hala çıxardır ki, o
bir növ özü qalır qıraqda, unudulur. Özünü belə deyim də, itirir. Mən istərdim bu mövzunu bir 2-3 dənə yerə bölüm, hər dəfəsində fərqli danışım. Amma qısa edib istərdim ki, sonlandıraraq fikrimi sizə çatdıra bilim. Yəni sən o qədər artıq belə deyim də özü verəcəksən başqalarına, nə mənada, hətta artıq fədakar olaraq özünə güvənin də düşəcək bir növ. Sonra hiss edəcəksən ki, nəsə sanki özünü boş hiss edirəm falan. Çünki özünü unudacaqsan bir növ ki, hansısa bir obrazda ancaq qaçaraq da yaxşı kiməsə yaxşı görsənməyə, yaxşı oğlan, nə bilim nə deyirsiniz deyin. Və özün sonra görəcəksən ki, özgüvənin düşüb. Mən də elə edim, misal üçün. Səndən uzaqlaşacaqlar, qoy uzaqlaşsınlar, qoy geçsinlər. Səni sevən zaten sənin yanında olacaq da. Nədən qorxursan? Əgər sən yoxdur, sən qorxursan ki, sənin yanında kimsə gedəcək, kimsə yanında olmayacaq, olmasın da. O qədər dəyər verməlisin, güclü olmalısan ki, ruhan içərdən. Heç kimin həyatından çıxması sənin üçün nə bilim, bir problem yaratmasın. Mən o qədər insanı pozmuşam həyatımda. Şükür Allah, itiriləcək, nabrut qazanmışam, çox şey qazanmışam. Qorxmaq lazım deyil. Əslində, sən yox deməyə bacaranda, sən ətrafında əsl insanlar, yəni maskasız insanlar yığışacaq. O enerjiyə gələcəklər. Başa sala bilirəm. O ki, fake ki, yox deyənə görə qırılacaqlar, çıxacaqlar həyatından. Onun yerinə əsl, yəni maskasız insanlar gələcək. Başa sala bilirəm. Yəni həyat birini çıxardırsa, o boşluğu sevmir, yerini dolduracaq mütləq şəkildə. Dünya elədir. Dünya yoxluq sevmir, doldurur. Kimsə ölür, kimsə dirilir. Fikir verirsiniz də, elədir bir şeydir. Sirkulyasiya baş verir. Ona görə heç bir şəkildə də qorxma ki, mən kimsə yox dedim, çıxdı, getdi həyatım. Xoş getdi, səfa apardı və salam. Özü sevməyi öyrən, əziz dost. Özü sevməyi öyrən, bu çox vacibdir. Ona görə, əgər bu video sənin üçün faydalı oldusa, kanala mütləq şəkildə abunə ol, rəyvi yaz. Bu mənim üçün çox vacibdir. Mənə dəstək olacaqsan və təbii ki, bəyəndi düyməsinə bassan, bu videolar başqalarına da çatmış olacaq və başqaları da faydalanacaq avtomatik olaraq. Ona görə özünə yaxşı bax, özünü sev, qoru və növbəti videolarda görüşmək ümidi ilə.